Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Vergi dövlətin, cəmiyyətin ehtiyaclarını qarşılamaq üçün vətəndaşlardan və müəssisələrdən qanunla topladığı məcburi ödənişdir. Bu vəsaitlər yolların, xəstəxanaların tikintisinə, sosial layihələrə və ümumi rifahın təmininə yönəldilir. Yəni, vergi hər birimizin yaşadığı ölkənin inkişafına verdiyi bir pay, bir töhfədir. Vergi məcəlləsində müxtəlif zamanlarda edilən dəyişikliklər əsasən iqtisadi şəraitə, bazarın tələblərinə və sosial ehtiyaclara uyğun olaraq həyata keçirilir. Bu dəyişikliklərin məqsədi vergi sistemini daha şəffaf, ədalətli və çevik etməkdir. Zamanla bu yeniliklər həm dövlət büdcəsinin möhkəmlənməsinə, həm də iqtisadi fəallığın artmasına xidmət edir. Ən vacibi isə odur ki, dəyişikliklər vergi ödəyicilərinin hüquq və öhdəliklərini daha aydın şəkildə müəyyənləşdirir. 2019-cu ildə özəl sektorda iş yerlərinin rəsmiləşdirilməsinə dəstək vermək üçün işçilərin gəlir vergisinə tətbiq edilən 7 illik güzəştlər 2025-ci ilin sonunda başa çatdı. 2026-cı ildən etibarən qeyri-neft qaz sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisinə dair mərhələli güzəştlərin tətbiqinə başlanıldı. Məqsəd iqtisadi fəallığı dəstəkləmək, sahibkarlığın vergi yükünü azaldaraq yeni iş yerlərinin yaradılmasına təkan vermək və əmək bazarında rəqabətliliyi artırmaqdır. Bugün biz məhz bu mövzudan danışacağıq. Qonağımız var studiyamızda. Qonağımız İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergi Baş İdarəsinin Vergi Ödəyicilərinə Xidmət Şöbəsinin Baş Dövlət Vergi Müfəttişi Rəşad Şəfiyevdir. Rəşad müəllim, xoş gəlmisiniz. İlk sualımı sizə ünvanlayacağım vaxt itirmədən. Neft-qaz sahəsində fəaliyyəti olmayan, qeyri-neft sektorunun özəl bölməsində çalışan fiziki şəxslər üçün gəlir vergisi üzrə tətbiq edilən yeni güzəşt mexanizmi nədən ibarətdir? İlk sualımız bu olacaq. Siz də qeyd etdiyiniz kimi 2019-cu ilin yanvarın 1-dən 7 il qüvvədə olan güzəşt 2025-ci ilin sonunda qüvvədən düşmüşdü. Bununla bağlı yeni güzəşt mexanizmi tətbiq edilibdir, mərhələli şəkildə həyata keçiriləcəkdir. Aylıq gəlir 2500 manata qədər olan şəxslərin, qeyri-neft qaz sektorunun özəl bölməsində çalışan şəxslərin əmək haqqısından gəlir vergisi 2025-ci ildə tətbiq edilir. 26-cı ildən 3% dərəcə ilə, 27-ci ildən 2027-ci ildən 5% dərəcə ilə, 2028-ci ildən də 7% dərəcə ilə tutulmağa başlanacaqdır gəlir vergisi. Bu 2500 manata qədər olan hissəyə aiddir. 2500 manatdan 8000 manata qədər olan hissədən 10% dərəcə ilə vergi tutulur. 8000 manatdan yuxarı olan hissədən isə 14% dərəcə ilə gəlir vergisinə cəlb etmə olacaqdır. Eyni zamanda qeyri-neft qaz sektorunda çalışan işçilərin 2026-cı il yanvarın 1-dən sosial sığorta haqlarında da dəyişikliklər edilmişdi. Yəni 8000 manatdan yuxarı olan hissədə əmək haqqı da 25%-ə qədər əvvəl məcburi dövlət sosial sığorta ödənişi olurdu. İndi bu məbləğ 21%-ə endirilmişdi. 10% işçinin öz əmək haqqısının hesabına, 11% də işə götürənin ödədiyi vəsait. Özəl sektora münasibətdə icbari tibbi sığorta haqqında da dəyişiklik edilmişdi, icbari tibbi sığorta haqqının hesablanmasında. Burada əvvəlki qanunvericiliklə, yəni 25-ci ilin sonuna kimi olan qanunvericiliklə işçinin əmək haqqının 8000 manatadək olan hissəsindən 2% işçidən, 2% də işə götürəndən vergi tutulurdu. 8000 manatdan yuxarı olan hissəsində isə 0,5% dərəcə ilə həm işçinin, həm də işə götürən əmək haqqısından, daha doğrusu icbari tibbi sığorta haqqı tutulurdu. Burada 2026-cı il yanvarın 1-dən dəyişiklik olunubdur. 2500 manata qədər olan hissədən işçi və işə götürəndən 2% dərəcə ilə, 2500 manatdan yuxarı olan hissədən isə işçi və işə götürəndən 0,5% dərəcə ilə icbari tibbi sığorta haqqı hesablanacaqdır. Burada da bu 2500 manatdan 8000 manat aralığında olan ödəyicilərdə yəni 1%-ə düşübdür. Əvvəl yəni 4% idi, 2%, üstəgəl 2%. İndi bu 2500 manatdan yuxarı olan hissədə 0,5, üstəgəl 0,5%. Kirayə gəlirləri üzrə vergi dərəcəsi hansı formada azaldılıb? Kirayə gəlirləri üzrə fiziki şəxslərin fiziki şəxslərə verdikləri yaşayış sahələrinin dərəcəsi 14%-dən 10%-ə endirilmişdir. Bu sadəcə fiziki şəxsə verdiyi yaşayış sahələrinə aiddir. Digər sahibkarlıq, fərdi sahibkarların
icarəyə götürdüyü obyektlərə görə ödədiyi və yaxud da hüquqi şəxslərə icarəyə verdikləri obyektlərə görə 14% vergi qüvvədə qalır. Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərinin optimallaşdırılması istiqamətində hansı addımlar atılır? Fərdi sahibkarların məcburi dövlət sosial sığorta ödənişləri 25-ci ilin sonuna qədər qüvvədə olan qanunla belə idi ki, fərdi sahibkarın tikinti sahəsində ödədiyi məcburi dövlət sosial sığorta haqqı 50%, digər sahələrdə fəaliyyət göstərildisə 25% dərəcə ilə hesablanırdı. Buna da regionlar üzrə əmsallar tətbiq olunurdu. Bakı şəhərində 100% əmsalla, Gəncə və Sumqayıtda 90% əmsalla, Mingəçevir, Yevlax, Şəki və digər şəhərlərdə 80% əmsalla, digər rayon və şəhərlərdə 60% əmsalla idi. Bir də kənd yerlərində də 50% dərəcə tətbiq olunmaqla hesablanırdı. Bu ildən yanvarın 1-dən sosial sığorta ödənişlərində fərdi sahibkarlarda dəyişiklik belə oldu ki, dövriyyədən aylıq dövriyyəsinin 2% qədər sosial sığorta ödənişi hesablanacaqdır. Burada minimum əmək haqqının 15%-dən az olmamaq şərti ilə və minimum əmək haqqının 100%-dən çox olmamaq şərti ilə. Yəni minimum əmək haqqının 15%-nin minimum 15%-i və maksimum 100% miqdarında. Yəni minimal məbləğ 60 manat, minimum əmək haqqının 60%, minimum əmək haqqı 400 manatdır və maksimal məbləğ 400 manatdan çox olmamaq şərti ilə. Yəni buradakı dəyişiklik, misal üçün Yevlax şəhəri üzərindən desək, hər hansısa bir aylıq dövriyyəsi 1000 manat olan sahibkar tək özünə görə 80 manat əvvəl məcburi dövlət sosial sığorta ödənişi eləyirdi. İndi dövriyyənin 2%-i amma 60 manatdan az olmaq şərti ilə, yəni 60 manat ödəyəcəkdir. Amma hər hansısa bir dövriyyəsi 10.000 olan fərdi sahibkar özünə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqı dövriyyənin 2%-i 200 manat olacaqdır, yəni bunu ödəyəcəkdir. Bəs xaricdən dividend gəliri əldə edən fiziki şəxslər üçün hansı vergi tələbləri mövcuddur? Xaricdən dividend gəliri əldə edən fiziki şəxslər 14% dərəcə ilə vergiyə cəlb olunurdular. Burada 30%-ə qədər azalmaya gedilibdir, azalma tətbiq edilibdir, yəni 5%-ə endirilibdir. Həmin gəlirlərin bəyan etməkləri üçün, yəni 5% dərəcə ilə vergi tutulacaqdır dividend gəlirlərindən, fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirlərindən. Bəs vergi ödəyiciləri, bax bu vergi məcəlləsində edilən dəyişikliklərlə bağlı, yəni bax bugünkü mövzumuzla bağlı ödəyicilər, yəni vergi ödəyiciləri əsasən nəyi bilməlidir, nəyə əsas tutmalıdır? Hər bir vergi ödəyicisi, yəni vergi məcəlləsini də bilməlidir, belə deyək, sosial sığorta haqqında qanunu da bilməlidir, icbari tibbi sığorta haqqında qanunu, yəni ən azından məlumatlı olmalıdır bunlar barədə. Çünki fəaliyyət göstərdikləri dövrdə, rüblük hesabat verdikləri dövrdə bunlara əsaslanırlar. Yəni vergi ödənişlərini həmin məcəlləyə, həmin digər qanunlara əsasən edib, bəyannamələrini ona əsasında təqdim etməlidirlər. Biz artıq verilişimizin sonuna yaxınlaşırıq. İnsanlara, yəni bu maarifləndirici istiqamətdə insanlara nə demək istərdiniz? Təbii ki, vergi ödəyicilərinə. Hər bir şəxs vergiləri vaxtında ödəsə, ölkəmizin də rifah halı gün-gündən daha yaxşı olar. Çox sağ olun Rəşad müəllim, sizə öz təşəkkürümü bildirirəm. Əziz tamaşaçılar, siz zamanında verilişinə baxdınız. Qeyd edeyim ki, studiyamızın qonağı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi Rəşad Şəfiyev idi. Təşəkkür edirəm.